Növbəti çıxış üçün söz verilir Sərvan bəyə. Buyurun Sərvan bəy, mikrofon açın, zəhmət olmasa. Dəyərli millət vəkilləri, axşamınız xeyir, izləyicilərin axşamı xeyir. Bu quru sərhədlərin bağlanması mövzusu 6 ildir ki, Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam əməlidir. Qətliam əməlinin bir növüdür, belə deyək də. Buna görə ki, Azərbaycan qanunvericilik sistemində quru sərhədlərin bağlanması ilə bağlı heç bir qanunsuzluq, hüquq, azadlıq deyilən bir şey yoxdur. Yəni elə bir qanun yoxdur ki, qanunvericilik sistemində hansısa bir hadisəyə görə, hansısa bir pandemiyaya görə, hansısa bir təhlükəsiz probleminə görə, hansısa qonşu ölkələrdə bir etnik, nə bilim, siyasi ölkə daxili çəkişməyə görə sən sərhədləri bağla ki, mən vətəndaşlarımı ölkəyə gediş-gəlişinə qadağa qoyuram. Böyle bir şey yoxdur. Məndən qabaqki deputatlar da, millət vəkillərimiz də bax da yaxşı danışdılar, misal gətirdilər. 28-ci, Konstitusiyamızın 28-ci maddəsi azadlıq hüququnun tam pozulmasıdır. Sonra 71-ci maddə insan hüquq vətəndaşlarının azadlığının təminatı ilə bağlıdır. O da təmiz elə bil, o sərhəd quru yolların bağlanması tamamilə o hüququn üstündən xətt çəkməkdir. Sonra bu pandemiya ilə bağlı ki, əlaqələndirirlər və Əli Əsədov, sual işarəsinə oxşar bir məmur var. Prezident İlham Əliyevin qabağında точно sual işarəsinə oxşuyur. Demək, nəzərinizə çatdırım ki, əziz izləyicilər, dəyərli millət vəkilləri, Nazirlər Kabinetinin konstitusiyon borcu öhdəçiliyi var da, konstitusiya öhdəçiliyi var. O öhdəçilikdə Nazirlər Kabinetinin heç bir səlahiyyəti yoxdur ki, ölkədə fövqəladə vəziyyət rejiminin tərkib hissəsindən biri olan epidemiyaya qarşı xüsusi karantin rejimi tətbiq edəsin. Namizəd bir orada yaxşı vurğuladı. 113-cü maddədə fövqəladə vəziyyət, eləcə də hərbi vəziyyətin ölkədə tətbiqi birbaşa prezidentin öz səlahiyyətindədir. Sual olunur. Prezident öz səlahiyyətini icra eləyib eləmirsə, onu Nazirlər Kabinetinə aid olmayan bir kabinetin üstünə atırsa, onun tətbiq elədiyi karantin rejiminin hüquqi əsası var, yoxdur, əlbəttə ki, yoxdur. Belə. Sonra o pandemiya ilə də bağlı xalqımızın o 5-6 ildə o qapalı vəziyyətdə saat rejiminə keçirilməsi, ondan sonra ölkə daxilində heç bir təchizat, təminat sisteminin işləməməsi, sosial təminatın verilməməsi, ölkə əhalisinin olduqca acınacaqlı duruma düşməsi hamının gözünün qabağındadır. Bu belə. Bu ki, qaldı bu pandemiya rejiminin ölkədə yayılması ilə bağlı quru sərhədlərin bağlanmasının heç bir əsası yoxdur. 112-ci maddədə konkret göstərilir. Konstitusiya bilirsiniz də birbaşa hüquqi qüvvəyə malikdir, əsas hüquqi qüvvəyə malikdir. Nə prezidentin fərmanı, nə sərəncamları, nə Nazirlər Kabinetinin qərarı, nə məhkəmə qərarları və heç bir inzibati akt, hüquqi normativ akt konstitusiya zidd ola bilməz. Konstitusiya deyirsə ki, pandemiya rejimi tətbiqi aşağıdakı formada olmalıdır. Yəni bütün ölkə ərazisində yox, ayrı-ayrı lokal yerlərdə, məsələn, tutaq ki, Füzulidə, ya tutaq ki, Ağdamda, ya ki, haradasa, hansısa bir bölgədə əhatə eləməlidir, məhdudiyyət yaranmalıdır, orada olmalıdır. Bunlar götürürlər, özlərinə ağıllarına gələn şeyləri tətbiq edir, ölkənin bütün sistemini qapadıblar, bütün infrastrukturların hamısı qapadılıbdır. Ahali hamısı oturdurulubdur ev dustaq şəraitinə. Bununla da güya bunlar bu pandemiyanın yayılmasının qarşısını alır. Özünüz bilirsiniz də, bu pandemiya vaxtı bunlar bu suyunu şişirtmə xəstə sayını suyunu olaraq şişirdilər. Bunlar da nəyə görə şişirdilər? Bunlar beynəlxalq o təhsil deyirəm, səhiyyə təşkilatı. Beynəlxalq o səhiyyə təşkilatından o xəstə sayına görə bunlar oradan qanarar alırdılar. Mütləq də o peyvət deyilən bir şey var, bilirsiniz də, onu məcbur edirdilər ki, cəmaət hamısı var. Hansı ki, o könüllü olmalıdır. İş yerindən çıxarılması ilə hədələyirdilər, nə bilim, harası getməsi ilə müəyyən qadağalar qoyurdular. O nəyə görə eləyirdilər? Çünki orada da bir korrupsiya, mənimsəmə əməliyyatı var. Çünki ona haradasa bir mafya şirkətinə danışıblar. O peyvəndi tutaq ki, alıblar, elə də qrubu 100 manatdan aformit elətdiriblər, hansı ki,
peyvət başa gəlir 20 manat, 30 manat. Orada 80 manat avqat var. Bu avqata görə milləti zorla uzadı yedirdilər ki, onun gələcəkdə fəsadları nə olacaq bilinmir. Bu quru yolların bağlanması bərbad, elə təhlükəsizlik yaradırsa, bu hava yolları niyə bağlanmır? Gözümüzün qabağında dekabrda samolyotumuzu vurdular, saldıra yerə. Elə təhlükəsizlik qeydinə qalan ölkə başçısı ya Nazirlər Kabineti, belə birinci ən təhlükəli nəqliyyat strukturundan biri hava nəqliyyatıdır da. Quru nəqliyyat açdı, su nəqliyyatının, dəmir yolu nəqliyyatının açdığının hava nəqliyyatı təhlükə riski quru nəqliyyatının nisbətən daha çoxdur. Bu bir. İkincisi də ki, biat verirəm. Dekabrda Qrozniyə uçan təyyarəmizi gördüm, burada saldırıydı, xeyli itki oldu. İndi sual oluyor, bax o adamlar, o adamlar. Bakıdan bilsəydilər Qrozniyə qatarını, bilsəydilər, onların burnu qanıyardı. Yox, qanamaz. Demək, bunun hamısı cəfəngiyatdır. Və səbəb nədir? Səbəb nədir? Səbəb nədir ki, quru sərhədləri niyə bağlayırlar? Gəlin belə bir mübahisə, belə fikir araşdıraq. Əgər ölkəyə sərnişin yük daşınmaların hamısı quru yollarla, ictimai nəqliyyatla, dəmir yoluna, nə bilim su nəqliyyatına, gəmi ilə daşınmasının qarşısı alınırsa, demək o sərnişin yük daşınmaların hamısı yüklənir nəyə? Hava nəqliyyatına. Düzdürmü? Demək hava nəqliyyatı belə mükəmməl işləyirsə, belə rentabelli işləyirsə, bu azal onda niyə dövlətdən dotasiya alır? Niyə? Qabaq nəqliyyat, dəmir yol daşıyırdı, nə bilim, tutaq ki, yük maşınları ilə daşıyırdılar, gəmi ilə daşıyırdılar. O payın, o gəlirin hamısı indi faydasını azal görür. Sual nə olur? Azal nə dövlətdən dotasiya ilə, borc almaqla illik bu borcları dövlət büdcəsi hesabına Sərvan bəy, mövzuya qayıdaq, zəhmət olmasın. Elə ora qayıdıram. Azal ona görə dotasiya ilə işləyir. Rəsmi dövlət şirkəti azal olsa da, orada işin 99%-ni bu ailəyə məxsus ailə şirkətləri görür. O sərnişinləri də, o yükün də hamısını hakim ailəyə məxsus buta şirkəti var. O görür, bir də Abid müəmmə tərcümədə kömək elə. İpək yolu şirkəti deyilən bir şey var. Silkway. Silkway, hə. Hələ mən bildiklərim budur. O iki dənə şirkət Azalın gördüyü işin elə bir 10 qatını görür. İndi bu Maliyyə Nazirliyi bir hesabat versin görək. O şirkətlərin dövlət büdcəsinə ödədiyi pul nə qədərdir? Azalın ödədiyi pul nə qədərdir? Deməli, quru sərhədlərin bağlanmasının yeganə səbəbi ailə maraqlarının daha çox gəlir əldə etməsidir. O quru sərhədlərdir, təhlükədir, nə bilim, qonşu dövlətlər arasında mübarizədir, nə bilim, göydən asteroid gələcək, nə bilim, hardasa bir, nə bilim, quş qripinə yoluxmuş quş keçir, bu bahanədir. Demək, quru sərhədlərin bağlanmasının yeganə səbəbi bu ailəyə məxsus ailə şirkətlərinin sərnişin yük daşınmasını daha çox gəlir əldə etməsinə yönəldilmişdir. Özü də monopoli şirkət. Başqa bir şirkət yoxdur ki, bunun alternativ olar, rəqabət olar, başqa bir şirkətlə rəqabət edib qiymətlər düşür. Qiymətini qoyur və salam, deyir budur. Gəlsən də budur, gəlməsən də budur. O şeyin söz olmasın, bizim bir belə böyündən bir misalımız var. İt əl çəkir, motor əl çəkir. Pandemiya əl çəkir. Doğrudur, teşekkür ederim Sərvan bəy. Sağ olun, var. Teşekkür ederim. Çıxış yolu nədir, Abid bəy? Çıxış yolu odur ki, biz bu hakimiyyəti, bizim hakimiyyətimizi, dövlətimizi mənimsəmiş bu qrupu, bu irtica hakimiyyətin yola salmalıyıq, millət olaraq, xalq olaraq özümüzə bir gələcəyimizə sahib çıxıb, öz dövlətimizi qurmalıyıq. Nə qədər ki, öz dövlətimizi qurmasaq, heç bir yancı, nə bilim, güvancı, nə bilim, başkəsən, xilaskar gəlib bizə canından can verməyəcək. Biz öz dövlətimizi qurmasaq, bundan günümüz ağırlaşacaq. Hələ səhər bilmək olmaz hansı ağla gəlməz tədbirləri həyata keçirəcəklər ki. Yəni bu nə deməkdir? Bu quru sərhədlərin bağlanması nə deməkdir? Bu deməkdir ki, vətəndəkiləri çörəyə həsrət qoyuram. Qurbətdəkiləri də vətənə həsrət qoyuram. Ay millət, bir ayır, bir təşkilatdan, bir birləş, bir papağın o şeyin söz olması, köynə kilən sözümə qoyun ortalığa, bir fikirləşin görürəm. Hara gedirik biz? Hara gedirik biz? Qalib ölkənin qalib qazisi özünü yandırır, öldürür. Nəyə görə?
Nəyə görə? Mütləq hamı daşın altına əlin qoymalıdır. Bu hakimiyyəti sivil yola salmalıyıq. Sivil yolla getməsə Suriyadakı kimi mütləq güc yoluna yola salmalıyıq. Biz xalq olaraq öz hakimiyyətimizə sahib çıxmalıyıq. Ayıbdır. Öz həyatımız gedir. Cəhənnəm gedir. İndi biz yaxşı gələcək nəsillər gəlib bizim yorumuza söyləyəcək. Sərvan bəy, artıq 11 dəqiqədir. Yekunlaşdırıq. Çox rica edirəm. Yekunlaşdırıq. Sonda müraciətim xalqadır. Azərbaycan Xalq Parlamentinə gəlsinlər, dəstək versinlər. Öz ürək sözləri burada parlamentdə desinlər, qanunlaşdıraq. Xalqa da təqdim edək ki, ay xalq, bax biz gələcək hakimiyyətə, bax sizə bu qanunlarla, bu əsaslarla yaşadacağıq. İndi seçim sənindir. Seçkidə istəyirsən Xalq Parlamenti seç, istəyirsən o mafyoz mürtəci məclis var, Milli Məclis. Oradakiləri seç. Seçim xalqındır. Sağ olun, təşəkkür edirəm. Təşəkkür Sərvan bəy. Var olun.